Qusar rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib ölən var. Hadisə yanvarın 7-sində gecə saatlarında baş verib. 1962-ci il təvəllüdlü Riman Əli Sultanov və arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü şəxs yaşadıkları Əntiq kəndindəki evdə dəm qazından zəhərləniblər. Riman Əli Sultanov hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilən Əntiqə Qasımovanın və nəvəsinin vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. 1965-ci il təvəllüdlü şəxsin müalicəsi təcil tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2025-ci il təvəllüdlü şəxsin yaxınları iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər. Araşdırma aparılır. Ailə üzvü Ələkbər Əmiraslanov bildirib ki, hadisə nəticəsində zəhərlənən anası Əntiqə Qasımova və 1 yaşlı oğlu Emin Əmiraslanovun vəziyyəti stabilləşib. Onlar tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıblar. Hazırda hər ikisinin vəziyyəti stabildir. Hadisə nəticəsində atam dünyasını dəyişib. Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. İlkin ehtimal kimi mətbəxdəki qaz cihazından olması bildirilir. Amma bu da dəqiq deyil. Hadisənin səbəbi araşdırmalardan sonra məlum olacaq.